Salam, mən sizin ingilis dili müəlliməniz Bətulə müəllimə. Biz bugün sizinlə so do I və neither do I mövzusuna baxacağıq. Deməli, bu mövzu nədir? Bəzi cümlələr var ki, Azərbaycan dilində məsələn deyirik ki, mən dünən ad gününə getdim. Qarşındakı şəxs deyir ki, mən də həmçinin getdim. Ya da deyirik ki, Aysel də həmin ad gününə getmişdi. Yəni, bu tipli cümlələri qurmaq üçün biz so do I, neither do I ifadələrindən istifadə edirik. Daha çox həmçinin kimi tərcümə olunur. Yəni, elə o da getdi, elə o da getmədi və s. Çünki bu cümlələr həm təsdiqdə ola bilər, so do I-da, həm də inkarda ola bilər. Tutaq ki, deyirik ki, heç Jane də ad gününə getməmişdi. Bəs biz bu cümlələri necə düzəldirik? Gəlin birinci baxaq təsdiqlərə, yəni so olana. Burada deməli 3 sözdən istifadə edəcəyik. So, also və to. İnkarda isə yenə eyni qaydada 3 sözdən istifadə olunacaq. Neither, nor və either. Gəlin birinci təsdiqlərə baxaq. So, also və to-nun işlənmə məqamlarına. So cümlənin əvvəlində gələcək. So-dan sonra gələcək deməli köməkçi və ya modal fe'l. Sonra mübtəda. Also cümlənin ortasında gələcək, yəni birinci mübtədamızı gətirəcəyik. Sonra also gələcək, sonra köməkçi gələcək. To isə cümlənin sonunda gələcək, yəni birinci mübtəda gələcək, ondan sonra köməkçi və ya modal fe'l, ən sonda isə to işlədəcəyik. Eyni ilə neither norun da işlənmə məqamlarına baxaq. Neither norda da so kimi cümlənin əvvəlində gələcəklər. Yəni, neither nordan sonra gələcək köməkçi və ya modal fe'l, sonra mübtəda. Either isə to kimi cümlənin sonunda gələcək. Yəni, birinci mübtəda gələcək, sonra köməkçi və ya modal fe'l gələcək, sonra isə either gələcək. Baxın, deməli, so oldu cümlənin əvvəlində, also oldu cümlənin ortasında, to da sonunda. Digər tərəfdə də neither nor oldu cümlənin əvvəlində, either isə cümlənin sonunda. Gəlin birinci təsdiq cümlələrimizin işlənmə yerlərinə baxaq. Bir dənə burada cümlə qeyd edirəm. Tutaq ki, I went to that birthday yesterday. Deməli, birinci nəyə baxırıq? Cümləmizin xəbərinə baxırıq. Cümləmizin xəbəri keçmiş zamandadır. Deməli, bizim nə istifadə olunacaq? Köməkçimiz olacaq did. Gəlin, indi so ilə həmin cümləni düzəldək. Tutaq ki, deyirəm ki, mən getdim. Biz də qeyd edirik ki, elə Jane də getdi. Birinci yazırıq cümlənin əvvəlində sonu, sonra köməkçimizi yazırıq didi. Burada strukturda qeyd etmişik, köməkçi. Ondan sonra da Jane yazırıq. So, did Jane. Bu deməli oldu so. İndi gəlin also ilə yazaq. Deyirik ki, yenə elə Jane də getdi, sadəcə also ilə düzəldirik. Deməli, birinci nə yazacaq? Mübtəda Jane. Cümlənin ortasında also yazacaq. Ondan sonra isə köməkçimiz yazacaq, yəni did. Və son olaraq to ilə yazacaq, yəni cümlənin sonunda qeyd edəcək. Yenə birinci mübtədamızı yazacaq, Jane. Sonra köməkçimizi yazacaq, sonra isə to yazacaq. Bunu modal fe'llə də qeyd edə bilərdik. Gəlin birinci bir dənə modal fe'ldə də cümlə yazım ki, o da sizə aydın olsun. Məsələn, deyirəm ki, I can swim. Mən üzə bilirəm. Sən də deyirsən ki, qarşı tərəf deyir ki, elə mən də üzə bilirəm. Necə olacaq? So, can I? Bu zaman bizim köməkçimiz can olduğu üçün biz burada can istifadə edəcəyik. Also ilə də olanda I also can. Also gələcək cümlənin ortasında və üçüncü olacaq I can too. To da gələcək cümlənin sonunda. Modal fe'llərə də bir nümunə baxdıq və sizə also ilə bağlı kiçik bir məqamı qeyd etmək istəyirəm. Biz dedik ki, also cümlənin ortasında gəlir
və köməkçidən deməli əvvəl gəlir. Baxın, burada qeyd etmişik. Amma bizim əgər köməkçimiz to be-nin formalarıdırsa, yəni məsələn am, is, are, was, were ola bilər, shall, will ola bilər və s. Yəni to be-nin formalarıdırsa, bir dənə cümlə yazıram. Məsələn deyirəm ki, I am a teacher. Bu zaman also-nu köməkçidən əvvəl yox, to be-nin formasından sonra gətirəcəksiniz. Yəni bu bir istisna kimi qəbul eləyin. Məsələn, qarşı tərəf deyir ki, elə Arya da müəllimədir. Necə deyəcəyik? Arya necə olacaqdı? Also to be-dən sonra gələcəkdir və Arya'da to be-nin formasından istifadə edərik. Is istifadə edərik, çünki üçüncü şəxsin təkindədir. Is also a teacher. Baxın, bu düzgün formadır. To be-nin formasından sonra gələcək. Bu düzgün formadır. Əgər cümlə belə yazılsaydı, Arya also is a teacher olsaydı, bu yanlış olacaqdı. Yəni biz nə edəcəyik? Also-nu to be-nin formasından sonra götürəcəyik. Və ya burada indiki davam edici zamanda ola bilərdi. Məsələn, indiki davam edici zaman olsa, bir dənə cümlə yazaq. She is listening. O dinləyir. Əgər to be plus əsas feil olsa, also-nu to be ilə əsas feilin ortasında yazacaq. Məsələn, deyirəm ki, elə mən də dinləyirəm. I, to be-ni yazıram. I am. Ortaya also-nu yazıram. Sonra əsas feili yazıram. I am also listening. Gördüyünüz kimi, yəni also-nu to be-dən sonra gətirəcəksiniz. Deməli, təsdiq cümlələrlə bağlı bu qədər. Əgər aydındırsa, keçirik hara? İnkar cümlələrə baxmağa. Bunları silək ki, sizin üçün bir qarışıqlıq olmasın və inkar cümlələrə aid bir dənə nümunə yazaq. Məsələn, bayaq dedik ki, mən həmin ad gününə getdim. İndi gəlin onun inkar formasını yazaq. Mən həmin ad gününə getmədim. I didn't go to that party. Cümləmiz inkarda olduğu üçün biz nə ilə düzəldəcəyik? Neither, nor və either ilə. İndi birinci neither və norla düzəldirik və burada əsas nəyə diqqət etməliyik? Neither və norun özü inkarda olduğu üçün biz onun köməkçisini inkarda yaza bilmərik. Onun köməkçisi mütləq təsdiqdə olmalıdır. Çünki bir cümlədə iki inkar olmaz. Cümlə yenə inkar kimi tərcümə olunacaq. Məsələn, deyəcəksiniz ki, elə mən də getmədim. Sadəcə onun köməkçisini didn't yazmayacaqsınız. Məsələn, təsdiq formada did yazacaqsınız. Çünki neither ilə norun özü onsuz da inkardır. Yəni bir cümlədə iki inkar olmaz. Amma either-də adəti üzrə biz köməkçimizi inkarda qeyd eləyəcəyik. Çünki orada başqa heç bir inkarlıq yoxdur. Və nümunə üzərində sizə göstərirəm. Mən həmin partiyaya getmədim. Deyirik ki, elə Ali də getmədi. Və neither nor cümlənin əvvəlində gəldiyi üçün neither nor did Ali. Aha, gördüyünüz kimi didi təsdiqdə yazdıq, inkarda yazmadıq və either-də cümlənin sonunda gətirib inkarda yazacaq. Məsələn, mən deyirəm ki, elə mən də getmədim. I didn't either. Baxın, cümlənin xəbərini inkarda yazdıq. Either-i gətirdik cümlənin sonunda və belə qeyd etdik. Deməli, soda ilə, zoda ilə bağlı bu qədər. Sizə bir neçə kiçik məqamı qeyd edəcəm indi. Cümləmizin xəbərinə mütləq diqqət etməliyik. Hansı məqamlarda? Əgər cümləmizin xəbəri need və there modal feilidirsə, have köməkçisidirsə, bu zaman baxmalıyıq. Gəlin birinci have-ə baxaq. Have, məsələn, frazalar kimi ola bilər. Have breakfast ola bilər. Və ya have to modal feili ola bilər və ya have gone kimi
indiki bitmiş zamanda ola bilər. Əgər cümləmizin xəbəri have breakfastdırsa, bu normal bir əsas feildir, yəni bir frazadır. Biz bunun köməkçisini düzəltmək üçün, yəni so do I, naza do I-da köməkçi olaraq biz have-i götürməyəcəyik. Ümumilikdə bu frazaya normal cümlənin xəbəri indiki zamandadırsa do, üçüncü şəxsin təkində has breakfast olsaydı does götürərdik, keçmiş zamanda had breakfast olsaydı did götürərdik. Yəni burada have istifadə etməyəcəksiniz. Modal feillərdə də biz qeyd etmişik ki, have to modal feilinin suallı inkarı özü ilə düzəlmir, do, does, did ilə düzəlir. Yenə də xəbərin burasına baxırıq, have-dirsə do götürəcəyik, has-dirsə does götürəcəyik. Əgər keçmiş zamandadırsa yenə did götürəcəyik. Yəni burada mütləq diqqət etməlisiniz. Amma cümləmizin xəbəri normal indiki bitmiş zamandırsa, yəni have burada indiki bitmiş düzəldibsə, biz indiki bitmiş zamanı necə düzəldirik sualın inkarını? Have-lə. Yəni burada heç nəyə dəyişiklik etmirsiniz, have-in özünü istifadə edirsiniz. Və need və dare modal feillərinə baxırıq. Biz modal feillərdə bu qaydaları ətraflı keçmişik. Need və dare həm əsas feil ola bilir, həm də modal feil ola bilir. Əgər özündən sonra to-suz feil gəlirsə, yəni to-suz məsdər gəlirsə, bu zaman bu modal feildir. Modal feillərin də sualı inkarı özü ilə düzəldiyi üçün biz bu cümlələri düzəldərkən need-in özündən istifadə edəcəyik. Məsələn, mən bu yazıram ki, I need, tutaq ki, go, mən getməliyəm. Need-dən sonra to-suz feil gəlib. O zaman nə edirik? Deməli, burada need modal feildir və biz so do I, naza do I-da need-dən istifadə edirik. Tutaq ki, deyirəm ki, so need she. Belə. Əgər need-dən sonra, bir dəqiqə, need və dare-dən sonra to-lu feil gəlirsə, məsələn, I need to drink. Mənim su içməyə ehtiyacım var. Bir dəqiqə. Bu zaman baxırıq, need-dən sonra to-lu feil gəlib. Deməli, burada need modal feil deyil, əsas feildir. Yəni, digər feillərimiz kimi go, come, bu feilləri biz nə ilə düzəldirik sualın inkarını? Do, does, did-lə. Burada da need əsas feil olduğu üçün biz orada do, does-dan istifadə edəcəyik. Və ya need-dən sonra əsas feil gəlirsə, yəni heç bir əsas feil... Bir dəqiqə. Və ya need-dən sonra normal bir isim gəlirsə, yəni noun gəlirsə, məsələn, deyirik ki, bir dəqiqə buranı silim, yer rahat olsun. Aha, məsələn, deyirik ki, I need a car. Yəni, need-dən sonra isim gəlirsə, deməli, need burada əsas feildir və yenə sualını, inkarını do, does, did-lə düzəldəcəyik, yəni modal feil deyil. Deməli, so do I, naza do I ilə bağlı bu qədər. Ümid edirəm ki, sizə aydın oldu. Digər mövzularda görüşənədək.